Salam dostlar, hər kəsi. Bu günləri Veles Finance-ın növbəti baxış videosunu keçirdəcəyik və burada mən sizə daha öncə demişdim ki, yəni kimlər kanalı izləyirsə, daha öncə, yəni birinci videoda demişdim ki, nəticələr haqqında video çəkəcəm. Hansı nəticə əldə elədim botdan onu göstərəcəm. Və bu gün istəyirəm sizlərlə nəticələr bölüşüm. Yəni nəticələr də qlobal deyil, çünki bu botda sən, yəni mən minimum itki və minimum qazanc seçimi etmişəm. Və hal-hazırda məndə hardasa bu bot bir həftəyə yaxın işləyir və 2 dənə aktiv ssenari var məndə. Var Ethereum-dan ssenari, var Solana ilə ssenari. Ümumilikdə bizim bot çox elə güclü bir trading eləməyib. Çünki yenə də deyirəm, mən çox aqressiv trading qoymamışam. Sadəcə olaraq yüngül, yəni həqiqətən də botun işləmə prinsipinə baxmaq üçün olan bir şey qoymuşam. Və bizdə burada belə çıxır ki, hardasa 3 dollar 72 sentə yaxın gəlir demək olar əldə olunub. Və görürsünüz burada tarixlərlə də göstərir nə qədər gəlir əldə olunub və burada təbii ki biz komissiya ödəyirik, bilirsiniz də, yəni komissiya ödəyirik və o komissiyanı baxın burada ödəyirik. Bizim birja hesabımızdan heç bir komissiya çıxıb eləmir. Bu baxımdan narahat olmayın. Komissiyalar hamısı baxın buradan hesablanır. İndi isə gəlin baxaq görək bizdə. Baxın belə bir bölüm var. Active deals var. Harda ki biz hal-hazırda mövcud belə deyək də orderimizi görə bilərik və bizim orderimiz necə işləyib buna baxa bilərik. Hal-hazırda bizim orderimiz 1 dollar 88 sent gəlirdədir, amma orderimiz satılmayıb. Gördüyünüz kimi bu göstərici nədir? Bizdə 10 dənə order olub, bilirsiniz. Mən 10 order açılmasını qoymuşdum daha öncə. 1906-dan 1950-yə kimi, yəni bu aralıqda açılan orderlərdir və hal-hazırda Ethereum qiyməti 1925 dollar olduğuna görə bizim orderlərimiz 1 dollar 28 sent gəlirdədir və bu bağlanmıyor. Bizdə pozisiya, yəni bu belə deyək, spotdur ya bu uşaqlar. Bu futures deyil ki, qlobal güclü gəlir versin və bizim gördüyünüz kimi cəmi balansımızda olan, yəni spotda olan, yəni Ethereum ayırdığımız 194 dollar var. 1950 dollar 51 sent Ethereum gələndə bizdə bu pozisiya tam olaraq bağlanacaq və artıq bot növbəti giriş nöqtəsini axtaracaq. Necə ki bunu məsəl üçün Solana'da elədi bu yaxınlarda. Bot özü Solana'da belə deyək də giriş nöqtəsini özü tapdı, təyin elədi və təbii ki belə deyək də spot girişin elədi. Bu əslində uzun müddətli bir perspektivdə çox maraqlı bir belə deyək də nəticə verə biləcək bir şeydir və mən zaten bura qoşduğum Binance hesabı məndə digər Binance hesabı olduğuna görə, yəni mən onu artıq çox da istifadə etmirəm və əl vurmuram o Binance hesabına və bu bot artıq özü işləyir burada. Xatırladıram ki, bot ümumiyyətlə yalnız gəlir zamanı ödəniş alır sizdən və gördüyünüz ki, baxın bu balansdan götürür. Bu balansda təbii ki siz challenge bölümündə baxın bunları yerinə yetirərək, baxın bir neçə dollar, yəni 5-6 dollara yaxın, 5 dollar bəli. 5 dollar siz balans əldə edə bilərsiniz ki, hansı ki sizin trade edə bilər. Yəni belə çıxır ki, hardasa müəyyən qədər pulsuz sayılır. Botun ümumiyyətcə istifadəsi heç bir ödənişsiz sayılır və tam rahatçılıqla siz hesabınızı bura qoşub belə deyək də trade edə bilərsiniz. Hesabınızın sındırılmağından, uğramağından narahat olmayın. Çünki zaten siz belə deyək də hesabı bura qoşanda, yəni API açarları qoşanda bura API açarı özünüz də yarada bilirsiniz. Avtomatik də eləyə bilərsiniz. Özünüz də yarada bilərsiniz və API açanlara ancaq trading icazəsi verə bilərsiniz. Yəni birja giriş-çıxış icazəsini ləğv eləsəz, artıq sizin balansınızdan heç nə çıxa bilməz. Və bizim növbəti baxın, hal-hazırda baxın, bizdə running statusunda var bizdə Ethereum. Yəni running hal-hazırda bax az öncə də göstərdim. Çünki satış baş verməyib, Ethereum alıb gözləyir. Və Solana var bizdə, hansı ki artıq belə deyək də bir neçə order etdikdən sonra, bir neçə order eləyib həqiqətən də bizdə burada awaiting signal, yəni giriş nöqtəsi gözləyir. Giriş nöqtəsi olduqdan sonra təbii ki yenə də spot yığım eləyəcək. Botlar var burada təbii ki, digər botlar. Mən bunları hələ ki test eləməmişəm, amma gələcək zamanlarda eləyəcəm. Hələ ki biraz baş qarışıq olduğuna görə həqiqətən də bu strategiyaları mən hələ ki yoxlaya bilməmişəm. Burada futures botlar var. Mən düşünürəm ki, futures botlarla daha bəlkə yaxşı nəticə əldə etmək olar, amma burada zaten PNL illik görürsüz. Yəni 67.53% illik gəlir və bu o deməkdir ki, bu bot hansısa yüksək risklərə girmir. Yəni 2x zaten məlumdur. Long 2x, long 2x. Yüksək risklərə girmir, minimal risklə işləyir ki, yəni sizin gələcəkdə hansısa bir bazar korrelasiyalarınız, o korrelasiya olanda siz hansısa böyük itkiləri verməyəsiniz. Və ona görə də yəni kimsə deyə bilər ki, bu nədir, belə az gəlir? Bəli, az gəlir, çünki burada olan belə deyək də strategiyalar çox belə deyək riski azaldılmış strategiyalardır. Amma siz daha aqressiv strategiyanı təbii ki özünüz qura bilirsiniz. Daha aqressiv strategiya qura bilərsiniz.
daha çox belə deyək də burada aqressiv, modest, konservativ qura bilərsiniz ki, hansı ki bot demək olar ki, çox böyük risklər eləyəcək sizin üçün və təbii ki, böyük risk, böyük qazanc və böyük itkiyə gətirib çıxarda bilər. Ona görə də çox diqqətli olmağınızı məsləhət görürəm. Belə dostlar, düşünürəm ki, hələ ki bizim bu bot qalacaq, işləyəcək. Bizim Solana botumuz hal-hazırda işləmir, yəni xatırladım çünki o artıq işini bitirib. Digər burada backtestlər var, yəni ki, biz baxa bilərik ki, məsəl üçün bu siqnalı daha öncə, yəni backtest o deməkdir ki, geri sayım, yəni geri zamanı nəzərə alsaq, nə qədər gəlir əldə edə bilərik və ona əsasən də gələcəkdə perspektivdə nə ola biləcək. Məndə burada hal-hazırda müddət çoxdur. Zaten yeni userlərə bir müddət verirlər. Məndə burada görürsünüz, artıq tarif planı olduğuna görə, pro paketi olduğuna görə avqustun 29-una qədər burada mənim üçün hələ ki müddət var. Və burada çətin bir şey yoxdur düşünürəm ki, yəni konkret olaraq toxunulmalı olduğumuz və sizin başa düşməyə biləcəyiniz bir şey yoxdur. Çünki zaten ilk baxışdan bəli çətin görünə bilər. Mən özüm də ilk baxışdan biraz qəribə baxdım, dedim burada nə harda necə, amma bir neçə müddət istifadə etdikdən sonra artıq hər şeyin necə asan və sadə qurula biləcək olduğunu başa düşdüm. Burada həmçinin bizim baxın baş vermiş strategiyalar var. Burada görürsünüz baş vermiş hadisələr var. Nələr olub, nələr olmayıb, görürsünüz satışlar. Baxın bir satışımızın müddəti, yəni pozisiyanı açıb bağlama müddəti 17 saat davam eləyib. Bundan qabaqki pozisiyanı açılıb bağlama, yəni bu alırsa satış qiymətləri var, ora gəlib çıxmalıdır. 2 gün 5 saat. Burada hardasa 20 dəqiqəlik bir şey var. 23 saatlıq bir şey var. Yəni müddət ərəfəsində bunlar XML-də olan pozisiyalar idi. Və həmçində biz burada baxa bilərik ki, hansı qurduğumuz botlar, yəni mən burada bu botları ləğv eləmişəm. Baxın, altdakı botlar heç bir iş görməyiblər. Solana və hal-hazırda Binance XML Spot Long, XML da artıq ləğv eləmişəm. Solana qalıb məndə əsasən. Hal-hazırda təmiz 2.38, commission 48 cent bizim baxın buradakı balansımızdan çıxır, istəsək əlavə eləyə bilərik balans. Net 1.9, 1.99 PNL deməkdir. 480 dollarlıq volum, yəni çox, yəni də deyirəm mən test olduğuna görə belə az bir müddətdə, az bir həcmlə trade etmək üçün Binance balansımda mən qədər balans tuturam. Və burada Take Profit Grids Deals 2 göstərir ki, neçə dəfə yəni belə deyək də Deals, yəni alış-verişlər olunub deyək. Və həmçində VLS Finance özü də qlobal bir botdur, qlobal bir botdur. Hansısa, məsəl üçün, scam site falan deyil ki, bu gün batır. Məsələn, bu saytın batma və yaxud batmama şansı da yoxdur. Burada həmçinin, baxın, biz burada, baxın, burada belə bir çox maraqlı bir şey var. Strategy Ray Winners. Burada görürsünüz, digər, belə deyək də, traderlər var. Hansıları ki, biz kopya eləyə bilərik. Bəli, kopya eləyə bilərik. Görürsünüz, Solana üzrə hansısa bir əməliyyatlar. Burada kopya eləyə bilərik bu traderi. Və təbii ki, bunun profitinə baxıb, digər məsələlərə baxıb kopya da eləyə bilərik. Yəni, copy trading, yəni bir-birisi hansısa bir strategiyanı burada olan traderlərdən kopya eləmək də olur və baxa bilirik ki, biz ümumiyyətcə nələr baş verib, nələr trade olunub, yəni bunların hər birini oxuyub bir-bir analiz eləyə bilərsiniz, hansısa bir məlumat toplaya bilərsiniz dostlar. Düşünürəm ki, dostlar, bu videonu çox uzatmağın adı yoxdur. Çünki artıq hər şey məlumdur. Çox sadədir hər şey və hər şey göz qabağındadır. Kanala abunə olmağı da unutmayın. Əgər baxmamısınızsa, birinci videomuza, yəni VLS Finance haqqında olan birinci videomuza mütləq şəkildə baxın. Belə dostlar, sağ olun, gəlin görüşlərə dək, özünüzə yaxşı baxın.